yaşayış yeri haqqında arayışı necə almaq olar, onu izah edəcəm. İlk öncə mygovid.gov.az saytına daxil olub, bu hissədən daxil ol düyməsini seçirik. İndi mən identifikasiya nömrəsi ilə daxil olacağam. Siz Sima İmza mobil tətbiqini telefonunuza yükləyərək birbaşa Sima İmza mobil tətbiqi ilə də daxil ola bilərsiniz. Amma mən indi identifikasiya nömrəsi ilə daxil olacağam. Daxil ol düyməsini seçdikdən sonra bu cür bir pəncərə açılacaq. Bu hissədən MyGov düyməsini seçirəm. Sonra bizi yönəldir MyGov-a, yenə də daxil ol düyməsini seçirəm. Avtomatik mənim məlumatlarım bölməsinə yönəldir və mən buradan deməli, baxın bu hissəyə daxil olacağam. Yəni, xidmətlər bölməsinə. Yaşayış yeri haqqında arayışı isə bizə rəqəmsal icra hakimiyyəti verir. Bu hissədən rəqəmsal icra hakimiyyətini tapıram. Və daha sonra isə aşağı keçərək yaşayış yeri haqqında arayış düyməsini seçirəm. Müraciət et düyməsini seçirəm. Bu hissədən isə mənim yaşadığım ərazi, yəni yaşadığınız ərazi üzrə olan icra hakimiyyətini, mən Bərdə rayon icra hakimiyyətini seçirəm və nümayəndəliyi, yəni məsələn, əgər Bərdə şəhərinin özündə yaşayırsa, Bərdə şəhər seçirsiniz, amma mən Yeni Həyətdə qaldığım üçün, yəni Yenidaş kəndində, Bərdə rayonu Yenidaş kəndində seçdiyim üçün Yenidaş kənd deməli seçirəm nümayəndəlik olaraq. Daha sonra isə davam et düyməsini seçirəm. Bu hissədən mənim adım, soyadım, atamın adı, doğum tarixim və qeydiyyat ünvanım çıxır. Əgər mənim deməli faktiki yaşayış ünvanım, yəni hal-hazırda yaşadığım ünvanım bu hissədə yazılan qeydiyyat ünvanımdan fərqlidirsə, bu zaman bu hissəni vuraraq mən bu hissədə yaşadığım evin sənədini, kirayə müqaviləsini və ya razılıq ərizəsini yükləyirəm. Amma mən elə bu hissədə yazılan qeydiyyat ünvanında yaşadığım üçün elə bu seçimi etmirəm. Amma sizə fərqlidirsə seçimi edərək sənədlərinizi yükləyə bilərsiniz. Daha sonra təsdiqlə düyməsini seçirəm. Gördüyünüz kimi artıq gəldi ki, xidmət üzrə müraciətimiz qeydə alındı və Bərdə rayon icra hakimiyyəti tərəfindən müraciətimiz cavablandırılacaqdır. Yəni bizim hal-hazırda müraciətimiz Bərdə rayon icra hakimiyyətinə yönləndirildi. Müraciətimiz təsdiqləndiyi vaxt müraciətimizin təsdiqi haqqında bizə arayışı göndərəcəklər. Bu günlük bu qədər. Deməli, müraciətiniz bitdikdən sonra xidməti dəyərləndirə bilərsiniz. Xidmət dəyərləndirmək üçün 5 üzərindən xal seçib göndər düyməsini basmanız kifayətdir. Bu qədər. Bu gün mən sizlərə yaşayış yeri haqqında arayış almağa öyrətdim. Əgər bu video sizə yararlı oldusa kanala abunə olub like atmağı unutmayın.